Ensiz yollar, tərk edilmiş böyük avtomobillər və əziyyət çəkən vətəndaşlar. Gəlinimi burada maşın vurub. Bu cərgə demək olar ki, avtopark kimi bir şey olur. Vallahi elə gedirlər, elə gəlirlər, bilinmir də. Xırdalan şəhəri Səttar Bəhluzada küçəsi, burada yolun sağında və solunda iri yük avtomobilləri park edilib. Ərazidə yaşayanlar və buradan gedib gəlinlərsə vəziyyətdən narazıdır və deyirlər ki, bu avtomobillər gediş-gəlişə mane olur. Orada dururlar da, indi bilmirəm nəyə görə dururlar, onlar nədir, nə dur deyənmərəm onu. Bu avtomobillər orada hər zaman var. Ümumiyyətlə, deyənlər orada, da bilmirəm nədir. Sahibləri kimlərdir, bilirsinizmi? Vallahi yalan deyərəm. Gah görsən boşdur ora, gah görsən 3-4 dənə dayanıb maşın. Darısqallıqdır küçə. Avtomobillər də bir tərəfdən. Bəli, bir neçə dəfə demişik, xahiş eləmişik. Burada həmin məktəbdir. Xırda uşaqlardır. Bana bax, görətə gedirlər. Neçə də burada bax, gəlinimi burada maşın vurub. Uşağı burada maşın vurdu. Neçə nə hadisə olub, bax hələ bax burada. Baxan yox. Həmişə olur, daimi olur. Yəni bu 24 saat buradadır. Bəli. Bu avtomobilləri aparıb istifadə eləmirlər. Vallahi elə gedirlər, elə gəlirlər, bilinmir də. Yəni amma belə stayanka eləyiblər də, stayanka. Nə vaxt baxırsınız ki, buradadır? Bəli, bəli. Daimi, daimi. Bu avtomobillərin sahiblərinin bu əraziyə bir aidiyyəti var. Vallahi tanımırıq. Yolu tuturlar da, yolu bağlayırlar. Çoxdan var, pastalarla durur. Bu cərgə demək olar ki, avtopark kimi bir şey olur. Çoxdur maşınlar, biraz böyük maşınlar çoxdur. Burada park edib gedirlər. Burada park yeri gedir. Təkcə burada deyil, burada içəridə də müəyyən afın ərazisində. Bu avtomobillərin sahiblərini tanıyırsınızmı? Yox, tanımıyorum. Günorta saatlarda hazırda avtomobillər oradadır və bu avtomobillər hansı saatlarda burada olmur? Vallahi heç gah olurlar, gah əksərən burada dayanırlar da. Piyadalar yola çıxır, məcbur yolla getsin. Zivil yeşikləri də müşat eləyir, məcbursan yola çıxsın. Hamısı belə problem də bunların demək olar. Yol patrul xidmətinin əməkdaşları tərəfindən dayanma və ya durma qaydalarının pozulması hallarına qarşı mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir. Qeyd olunan ərazidə də bu qaydaları pozan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, qanunla müəyyən olunmayan yerdə nəqliyyat vasitəsini saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaratmamağa çağırırıq.